Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı iki dövlət arasında mövcud vəziyyət eyni zamanda bölgədə baş verən cari hadisələr əsas müzakirə predmeti olub. Bu təmas Azərbaycan torpaqlarının işğalından sonra İrəvan rəhbərliyinin Paşinyanın da Türkiyəyə ilk səfəridir. Ekspertlərin fikrincə indiki məqamda İrəvan üçün Türkiyə ilə açıq sərhəd yalnız iqtisadi deyil, həm də siyasi mənada təcrid vəziyyətindən çıxış imkanını təqdim edir. Mövcud prosesin gələcəyi isə əlbəttə Bakının mövqeyindən asılıdır. Paşinyan elbette ki Ermenistan'da ve Ermeni diasporasında da tepkilerle karşılandığı dönemler yaşanırken Türkiye'yi ziyaret ederek bu kalıcı barış ve normalleşme süreciyle ilgili önemli adımlar atılmasına yol açmak için girişimleri olduğu şeklinde değerlendirilmelidir. Türkiye, Ermenistan-Azerbaycan arasında kalıcı bir barış olmadan normalleşme olmayacağını defalarca beyan etmiştir. Bunu Paşinyan elbette ki bilməkdədir, Erməni kamuoyu da bilməkdədir. Erdoğan ölkəsinin təkcə Cənubi Qafqazda deyil, dünyada sabitliyin bərqərar olması üçün diplomatiyanın bütün vasitələrindən istifadə etdiyini vurğulayıb. Ermənistan hökuməti də görüşü müsbət qiymətləndirib. Verilən bəyanatda diqqətə çatdırılıb ki, Paşinyan ölkəsinin regionda sülhün təmin olunması prosesinə sadiqliyini vurğulayıb və qonşularla münasibətin normallaşması siyasətini davam etdirmək əzmində olduğunu bildirib. İki ölkə lideri birbaşa təmasların, dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər. Siyasi şərhçilər deyirlər ki, Paşinyan seçki ərəfəsində Türkiyə ilə əlaqələri normallaşdırmağa, Azərbaycanla sülh müqaviləsi imzalamağa çalışır. Çünki Ermənistanda daxili vəziyyət gərgindir. Düşünürəm ki, müəyyən razılıqlar əldə olunur və bunu qarşıdakı aylarda görə bilərik. Çünki Nikol Paşinyan Türkiyə səfər etməmişdən əvvəl prinsipial məsələlərdə müəyyən razılıqlar əldə olunub ki, bu səfər reallaşdı. Təbii ki, burada Azərbaycan da Nikol Paşinyan səfərinə hər hansı bir etirazı olunur. Mən düşünürəm ki, bu Azərbaycanla koordinasiya olunub Türkiyə ilə birgə. Qeyd edək ki, məhdud tərkibdə görüş Dolmabahçı sarayında baş tutub. Paşinyanın səfərdə Xarici İşlər naziri Ararat Mirzəyan, onun müavini Vahan Kostanyan, parlamentin vitse-spikeri Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşahidə edib.